İkinci tərəfi odur ki, nə var onu danışım, onu deyil. Kimlər söhbətimiz olun, necə olur bu yerçə. Yəni, mən istənilən, təkcə Azərbaycan, ümumiyyətlə istənilən futbolçu mən yandırım arxasında. Mənim bugünə kimi olmuyor ki, hansısa bir futbolçunun, və deyək də, futbolçunun inkişafını düşünmüyor, daha yaxşı olmasını düşünmüyor və yaxud onun yaşam tərzini düşünmüyor və yaxud onun gələcəyini düşünmüyor. Bugünə kimi belə hal, ən zəif oynayan futbolçu belə, hətta ola bilər ilərisində bir dəfə, işte, üç dəfə meydana çıxan futbolçunu belə mən gələcəyini düşünmüşəm, oyunu danışmışam, söhbət edmişəm. Mən yenə bir məşqçini, yəni, bir səbəb olaraq bunu atıram ortaya. Sadəcə biz futbolçuların, insanların bir müəyyən yaş qeydət olur, müəyyən o daha popülər olan vaxtları olur. Orada gəlir futbolçu, insan daha mühkim olmalı, daha xarakterli olmalıdır. Yəni, axır vaxtlar dediyim kimi, həm təkliflər hansıdır futbolçulara, həm ümumi, yəni, elini göstərindən danışan söhbətlər, o burada olsun, burada olma, orada olma, o çağırsın, bu çağırsın, o veriliş, yəni belə həddindən çox danışılır və Çempionlar Liqasında turnuvaçısı oldu, yaxşı asistlər verdi. Yəni, mən ümumiyyətlə futbolçulara çatdırıram ki, yox, idmançı olsun, istənilən bir idmançı olsun. Yəni, bir oyun və yaxud bir futbol demək deyil ki, sənin missiyan tamamlandı. Yəni, burada bu klubdur, Qarabağ klubudur, burada yəni, görürsün, sən bir oyun, iki oyun dursan, bir xasını mani olur sənin nəticədə və yaxud bir məğlubiyyətə sənin nəticədə mani olur. Yəni, o demək deyil mi, iki oyun yaxşı oynamışım və yaxud Çempionlar Liqasında mən üç oyun ən yaxşı olmuşam, beşinci oyunu mən gələm, vacib anda mən ən zəiflərdən olum. Vacib anda mən insafsızlıq edeyim. Bağışlama söhbətini gəldikdə mən belə hələ ki, proses gedib davam edir. Amma mən yendirəm ki, bəzən mən həmişə futbolçularına deyirəm ki, digər klublar məni düzgün başa düşərlər. Bəlkə başqa ad, bəlkə klubda hansısa bir nəsə götürmək olar. Həm legəndərini bildirmişəm, həm bəs futbolçularını bildirmişəm. Amma bu adı Qarabağdırsa, burada biz istəyirəm bilmərik. Bir dəfə, iki dəfə, üç dəfə. Biz hər bir futbolçunu çalışmalıyıq ki, oyunda tam tanış olmalı, hazırlamağa çıxmalı. Bugün biraz elə nüanslar var ki, gəlmə olunur, yəni bu klub daxili bir şeydir, cəzalanıb, klub daxili bir şeydir. Amma hər bir hal dediyi kimi, fərqi yoxdur, istər Qarabağ olsun, istər digər klublarda olsun. Yəni, futbol elə bir oyun ki, burada stabil olmaq lazımdır. Yəni, burada mən 15-20 qol olmuşam və ya 30 qol olmuşam, həmdən əşdə 2 oyun, 3 qol olmayabilirəm. Çünki burada xal fərqi, 2 xal, 3 xal, 1 xal, elə bir oyunda əslində günahkar kim olur? Əlbəttə, məşqçiyə həşkilik. Hər bir halda mən onların uğurunu, onların əziyyətini mən yerə vura bilmərəm. Mən onların daimi yanında olmuşam, daimi onların etdiklərini, özlərini demişəm, yaxınlarına demişəm ki, görüşəndə və ümumi iclaslarda bildirmişəm ki, siz həqiqətən məsələn, keçən ki, bu məğlubiyyəti belə deyək də, mənim narahat olduğum nədir? Onlar o Çempionlar Liqasındakı uğuru düşərək çempionatı bizləri yola verməliyik. Yəni, biz məğlub olsaq da belə, mən oyundan razı qalmalıyım. Məsələn, bugün mən oyundan razı qalmalıyım. Əvvəlki oyunlarda baxmayaraq edirdim, məsələn, onlarla oynayırdım, amma oyundan razı qalmalıyım. Amma əvvəlki oyunlar hansı klub 2-2, digər 3-3, daha məğlub olardı oyun, mən oyundan razı qalmışdım. Çalışmalar var idi, bəlkə futbolçuları belə deyək, hazırlığını bilərək, onların yola görmədiyini, onların o çempionat köklənməyi bilmədiyini bilərək mən daha pisini görürüm, amma daha yaxşısını görmüşdüm. Bugün biraz vaxt geçmişdir, bu oyunda biraz 4-5 məşqlik etmişdi komanda, sanki böyle pisini görünür.
bəlkə daha belə deyək də, daha da incələməliyəm oyuncuların ümumiyyətcə, həm yaşam tərzini, həm belə hər